Prognoz TV kanalına hoş gelmişsiniz. 27 may 2026 il üçün bürcləri təqdim edirik. Qoç. Gününüz xoş keçsin. Yaradıcılıq qabiliyyətləriniz tam üzə çıxacaq və bir çox vacib problemləri həll etməyə kömək edəcək. Bir çox qoçlar komandada işləyərkən mükəmməl lider olduqlarını sübut edəcəklər və bu, rəhbərliyin diqqətindən yayınmayacaq. Çox güman ki, perspektivli karyera təklifləri alacaqsınız. Əqdlərin bağlanması və müqavilələrin imzalanması üçün əlverişli dövrdür. İşgüzar səfərlər son dərəcə uğurlu olacaq. Faydalı əlaqələr qurmaq və layihələrinizə sponsorlar cəlb etmək üçün yaxşı vaxtdır. Dostlar bir çox ideyaları həyata keçirməyə kömək edəcəklər. Buğa. Olduqca çətin gündür. Bir çox buğalar xırda şeylərə həddindən artıq əhəmiyyət verməyə meyilli olacaqlar və əsas şeyə diqqət yetirməyəcəklər. Toxunuşlu olmaq diqqətinizi işə cəmləməyə və başqaları ilə anlaşmanıza mane olacaq. Xırda münaqişələrin qarşısını almaq mümkün deyil, amma ciddi mübahisələr olmayacaq. Diqqətinizi rutin işlərə cəmləyin və başladığınız işi başa çatdırmağa çalışın. Yaxın ətrafınızdakı insanlar işlərinizə qarışmağa çalışacaqlar və bu, yəqin ki, çox da uyğun olmayacaq. Onlara sizə tam olaraq necə kömək edə biləcəklərini izah etməyə və dəstəklərinə görə təşəkkür etməyə çalışmağa dəyər, onda heç olmasa aranızdakı münasibəti yaxşılaşdıracaqsınız. Əkizlər. Gününüz xeyir. Etdiyiniz hər şeydə uğur qazanacaqsınız. Ən çətin tapşırıqlar belə sizin səlahiyyətinizdə olacaq. Əkizlərin əksəriyyəti qeyri-adi danışıq qabiliyyətinə sahib olacaqlar. Bu da onlara danışıqları parlaq şəkildə aparmağa, nüfuzlu insanların dəstəyini qazanmağa və mövcud əlaqələri gücləndirməyə kömək edəcək. İşgüzar səfərlər və müqavilələrin imzalanması üçün əlverişli zamandır. Axşama qədər emosional yüksəliş sizi müşayiət edəcək. Günün ikinci yarısında həm həmkarlarla, həm də yaxınlarınızla vacib məsələləri müzakirə edə bilərsiniz. Bir-birinizi asanlıqla başa düşəcək və hər kəsə uyğun həll yolları tapacaqsınız. Xərçəng. Ən asan gün deyil. Diqqətinizi işə cəmləmək və prioritetləri düzgün təyin etməkdə çətinlik çəkəcəksiniz. Tələsik qərarlar itkilərə səbəb olacaq, ona görə də tələsməyə ehtiyac yoxdur. Bir çox xərçənglər adətən heç bir çətinlik yaratmasa da başqaları ilə razılaşmaqda çətinlik çəkəcəklər. Ediləcək ən ağıllı şey tək başına idarə edə biləcəyiniz şeylərə diqqət yetirməkdir. Eyni zamanda əvvəlcədən düzgün hazırlaşmağa cəhd etmisinizsə, uğurlu sövdələşmələr istisna edilmir. Xarici tərəfdaşlarla danışıqlar üçün əlverişli zamandır. Çox güman ki, ümidverici təkliflər alacaqsınız. Şir. Bir çox cəhətdən şanslı olacaqsınız. Qeyri-adi və dolaşıq tapşırıqları belə başa düşmək çətin olmayacaq. Yeni bir şey öyrənmək üçün əlverişli gündür və əldə etdiyiniz bütün biliklər tezliklə sizin üçün faydalı olacaqdır. Bəzi şirlər iş və ya biznesin inkişafı ilə bağlı perspektivli təkliflər alacaqlar. Vacib sənədləri imzalamaq və bürokratik məsələləri həll etmək üçün əla vaxtdır. Yaşlı qohumların məsləhətlərinə qulaq asmaq zərər verməz, onlar sizə maraqlı fikirlər verəcəklər. Axşam saatlarında yaxınlarınıza işlərində kömək etmək üçün planlarınızı təxirə salmalı olacaqsınız, lakin bu sizi əsəbləşdirməyəcək və yükləməyəcək. Qız. Çətin gündür. Yeni başlanğıclar üçün yaxşı vaxt deyil. Vəziyyətlər çox vaxt sizin xeyrinizə işləməyəcək. Planlarınızdan bəzilərini tez dəyişdirmək, bəzi fikirlərdən isə ümumiyyətlə imtina etmək lazım gələcək. Qızların əksəriyyəti səbr və əzmlə ehtiyat toplamalıdırlar, o zaman lazım olan hər şeyin öhdəsindən gələ biləcəklər. İlk cəhddə hər şey nəticə verməyəcək, amma əzmkarlığınız sonda nəticə əldə etməyə kömək edəcək. Başqalarının dəstəyinə çox güvənməyin. Demək olar ki, bütün işlərin öhdəsindən tək başına gəlməli olacaqsan. Ancaq sevdiyiniz insan sizi xoş sürprizlə sevindirməyə çalışacaq. Tərəzi. Məşğul gündür. Səhər, adətən yaxşı anlaşdığınız insanlarla belə ümumi dil tapmaq çətin olacaq. Bir çox tərəzilərdə ziddiyyət ruhu oyanacaq və onlar tezliklə peşman olacaqları sözlər söyləyə bilərlər. Ona görə də səbirli və diqqətli olmaq yaxşı olardı, o zaman bəlalardan qaça biləcəksiniz.
Enerjinizi düzgün istiqamətə yönəltsəniz, yaxşı nəticələr əldə edə biləcəksiniz. Günün ikinci yarısı yeni şeylər öyrənmək və tanış olmayan problemlərin həlli üçün mükəmməldir. İntuisiya ziddiyyətli vəziyyətlərdən çıxış yolu təklif edəcəkdir. Əqrəb. Ən asan gün deyil. Ciddi itkilərdən və çətinliklərdən qorxmağa ehtiyac yoxdur, amma ehtiyatlı olmaq və heç yerə tələsməmək yenə də zərər verməz. Ailə üzvləri işlərinizə qarışmağa cəhd edə bilər və bu, həmişə uyğun olmaya bilər. Bir çox əqrəblər həmişə razılığa gələ bildikləri insanlarla belə ortaq dil tapmaqda çətinlik çəkəcəklər. Tələsik vədlər verməyin və ya çox iş götürməyin. Cari işlərin öhdəsindən gəlməyə çalışmaq, başladığınız işi başa çatdırmaq və mümkün səhvləri düzəltmək vacibdir. Ox atan. Gün yaxşı başlayacaq, ona görə də anı dəyərləndirin. Qarşınızda cazibədar perspektivlər açılacaq, onları qaçırmamaq vacibdir. Bir çox ox atanlar nüfuzlu himayədarlar əldə edəcəklər. Cazibədarlığınız heç kəsi laqeyd qoymayacaq. İnsanlar sizinlə yarı yolda görüşməyə, ideyalarınızı həyata keçirməyə kömək etməyə və hər hansı bir cəhdinizi dəstəkləməyə hazır olacaqlar. İstəsəniz, təsir edici nəticələr əldə edəcəksiniz. Bir az sonra işgüzar aktivlik bir qədər azalmalıdır. Tələsik qərarlar verməyin, şübhəsiz ki, səhv çıxacaq. Etibarlı müttəfiqlərin məsləhətləri həmişəkindən daha faydalı olacaq. Oğlaq. Ən asan gün deyil. Xırda detallar belə sizi qıcıqlandıracaq, ona görə də səhər saatlarında vacib qərarlar qəbul etməməli və ciddi layihələrə başlamamalısınız. Ailə həyatında kiçik çətinliklər və ya sevilən bir insanla münaqişələrin kəskinləşməsi ehtimal olunur. Ancaq bir çox oğlaqlar nəzakət göstərsələr və barışıq yolunda ilk addımı atsalar, hər şeyi asanlıqla həll edəcəklər. Siz havadarların köməyinə və ya həmkarlarınızın dəstəyinə ümid etməməlisiniz. Bütün işlərin öhdəsindən tək başına çox daha sürətli gələcəksən. İşin yarısında imtina etməmək çox vacibdir, çünki sonradan ona qayıtmaq çox çətin olacaq. Dolça. Qeyri-müəyyən bir gündür. Ancaq səhər yaxşı keçəcək, buna görə də vaxt itirməyin mənası yoxdur. Bir çox dolçalar işdə nüfuzlu insanlardan dəstək alacaqlar. Optimist münasibət hətta başqalarının öhdəsindən gələ bilmədiyi problemləri də həll etməyə kömək edəcək. Rəhbərlərinizlə əlaqələr qurmaq və özünüzü perspektivli işçi kimi təsdiqləmək üçün yaxşı vaxtdır. Günortadan sonra vacib bir işə başlamamalısınız. Başladığınız işi başa çatdırın, işlərinizi və sənədlərinizi qaydasına salın, həmkarlarla mübahisələrdən qaçın. Axşam sakit ailə mühitində keçməlidir. Balıq. Sakit və əlverişli gündür. Emosional sabitliyiniz istənilən gözlənilməz hadisələrin öhdəsindən gəlməyə kömək edəcək. Biznesdə əhəmiyyətli irəliləyiş gözləməməlisiniz, lakin cari problemlərin həlli sizin üçün çətin olmayacaq. Bəzi balıqlar yaxınlarına kömək etmək üçün planlarına ara verməli olacaqlar, lakin bu yorucu olmayacaq. Yeni şeylər öyrənmək və naməlum bacarıqlara yiyələnmək üçün yaxşı vaxtdır. Vacib məsələlərin müzakirəsi qeyri-rəsmi şəraitə keçirilməlidir ki, daha tez ümumi dil tapmaq mümkün olsun. Axşam saatlarında sizin üçün önəmli olan biri ilə bağlı çoxdan gözlənilən xəbərlər almağınız mümkündür.